Fərid xanım, Leyli və Məcnun canlandırmışsınız və sizin üçün çox önəmlidir ki, Füzulidən olsun. Bunu çox maraqlıdır ki, burada yanaşmanız nədir, rəsminizdə nələr danışmısınız, bizi çatdırmaq istədiniz. Əvvəla deyim ki, mövzu mənim birinci növbədə mənim üçün çox lazım və maraqlı olan bir mövzudur. Hansı ki, əsərlərin çoxsunda siz görə bilərsiniz. Məhəbbət mövzusunda, sevgi məhəbbət mövzusundadır. Amma sevgi, məhəbbət necə də gözəl də səslənir, amma həmçinin də çox ağrılı, acılı bir prosesdir deyərdim. Əslində həyat ümumi biz yaradılışdan bu yana, yəni həyat sanki sırf sevgi üzərində qurulub və bunu bütün bizim həm rəssamların, həm yazıçıların, həm bizim dahi sənətkarların əsərlərində, yəni bu mövzuya hamısında rastlamaq olar. Mənim həm tərzimə, həm mövzu etibarilə, həm də ki, Füzulinin əsərlərini çox sevirəm. Bu seçimim bu oldu, Leyli Məcnun oldu. Burada təsvir etmək istədiyim məhəbbətin gücü çox sevən insanların necə də, yəni ki, çətin bir prosesdən, perioddan keçdiyi, amma nəticə etibarilə sonluq çox da müsbət olmasa da, bu məhz əsərin əsas deyərdim ki, mövzusu və əsərin əsas toxunulmaq istədiyi bir belə də yanaşmadır ki, sonluq müsbət və final nə qədər xoş sonluqla bitəndə sanki dillər dastanı olmur. Dillər dastanı olmur, bəli. Bu axı bizim uşaqlığımızdan, hətta hər zaman eşitdiyimiz yəni ki, əsərlərdən biridir. Məktəb vaxtı da oxudum. Əvvəla deyim ki, mövzu mənim birinci növbədə mənim üçün çox lazım və maraqlı olan bir mövzudur. Hansı ki, əsərlərin çoxsunda siz görə bilərsiniz. Məhəbbət mövzusunda, sevgi məhəbbət mövzusundadır. Amma sevgi, məhəbbət necə də gözəl də səslənir, amma həmçinin də çox ağrılı, acılı bir prosesdir deyərdim. Əslində həyat ümumi biz yaradılışdan bu yana, yəni həyat sanki sırf sevgi üzərində qurulub və bunu bütün bizim həm rəssamların, həm yazıçıların, həm bizim dahi sənətkarların əsərlərində, yəni bu mövzuya hamısında rastlamaq olar. Mənim həm tərzimə, həm mövzu etibarilə, həm də ki, Füzulinin əsərlərini çox sevirəm. Bu seçimim bu oldu, Leyli Məcnun oldu. Burada təsvir etmək istədiyim məhəbbətin gücü çox sevən insanların necə də, yəni ki, çətin bir prosesdən, perioddan keçdiyi, amma nəticə etibarilə sonluq çox da müsbət olmasa da, bu məhz əsərin əsas deyərdim ki, mövzusu və əsərin əsas toxunulmaq istədiyi bir belə də yanaşmadır ki, sonluq müsbət və final nə qədər xoş sonluqla bitəndə sanki dillər dastanı olmur. Dillər dastanı olmur, bəli. Bu axı bizim uşaqlığımızdan, hətta hər zaman eşitdiyimiz yəni ki, əsərlərdən biridir. Məktəb vaxtı da oxuduğumuz, amma çox da dərk etmədiyimiz, amma hal-hazırda həm cəmiyyətdə hal-hazırda aktual olan, belə deyə də, problemlərdən, bu mövzudan qaynaqlanan, yaranan bir əsər oldu. Öz tərzimi yansıtmışam. Əsər çox köhnə və qədim əsərlərdən olsa da, orada mən müasir üslubundan istifadə edərək amma çox da dərk etmədiyimiz, amma hal-hazırda həm cəmiyyətdə hal-hazırda aktual olan, belə deyə də, problemlərdən, bu mövzudan qaynaqlanan, yaranan bir əsər oldu. Öz tərzimi yansıtmışam. Əsər çox köhnə
və qədim əsərlərdən olsa da, orada mən müasir üslubundan istifadə edərək Və ən əsası sənəti birləşdirərək. bəli, öz rənglərimdən, canlandırdığım obrazdan, dünyadan və əsərin əsas qəhrəmanlarını bu formada əsərimə yansıtmışam. Əsər yekunlaşanda baxdım və dedim özümə ki, elə mən bunu nəzərdə tutmuşdum. Yəni xəyalımdakı çəkmək istədiyim bəlkə də ən gözəl Leyli Məcnun elə bu əsər olardı. Mən bir sual vermək istəyirəm. Siz həm sevgi mövzusuna toxundunuz, bir-birlərinə olan eşqdən danışdınız, həm də ki, rənglərinizdən danışdınız. Yəni burada təsadüfi deyil ki, yəqin ki, bu rənglərin öz rəngləri qarışıb orada və birləşiblər, bütünləşiblər. Bəli, bəli. Və bu buradakı ağacın təmsili çox gözəldir. Mən burada sualım odur ki, bunu əvvəlcədən belə düşünürdünüz, yoxsa nədənsə ilhamlanmısınız? Mən də əsasən mücərrəd, yəni abstrakt əsərlər daha çox üstünlük təşkil edir və o tərzimi, həm də üslubumu burada yansıtmışam. Burada biz ağacın belə deyək də gövdəsini daha aydın görə bilərik. Nəinki onun sonrası biraz çətindir. Sanki bu iki aşiqin bütün belə deyək obrazları ilə qarışıb, ağac çox gözəl rəmzi olan bir belə deyək də əsərdə obyektdir. Amma həmçində o da canlıdır. Ağac, göy üzü, hətta orada ifadə elədiyim böyük anlamı olan amma balaca dağlar, yəni uzaqdan görünən dağlar, səmanın rəngləri sanki bu iki obrazın bütünləşməsini, birləşməsini, amma heç bir zaman ruhlarının ayrılmamasını göstərən bir əsərdir. Burada rənglər, həm burada eşqin gücü, həm burada qəhər, qəm, qüssə, hər biri bir rənglərin içərisində daha çox qırmızı və sarı rənglərin kombinasiyası nəticəsində yaranan belə bir rənglərdir. Burada hətta alovu da təmsil etmək istəmişəm, göstərmək istəmişəm. Necə alovlu, necə ülvi bir eşqdir. Hansı ki, bu əsərin yekunu və mənim üçün olan Leyli Məcnun odur ki, onlar ölsələr də, qovuşa bilməsələr də, amma onların ruhu daim bir yerdə olacaq. Yəni ruhlar ayrılmırsa, can ona neynəsin? Və deyə bilərsiniz ki, belə bir göy üzü harda var? Bu mənim xəyalımdakı, dünyamdakı göy üzləri çox fərqlənir. Əsərlərimdə də onu görə bilərsiniz, başqa əsərlərimdə də. Burada da seçdiyim rənglər və ahəng bir-birindən təzadlı da ola bilər, amma həmçində bir-birinə yaxın və uyğundur. Amma hər iki obrazın həm üz ifadəsi mən orada verməmişəm, çünki mənim çəkdiyim rəsmlərdə göstərdiyim insan fiqurlarında çox zaman üzləri görsənmir. Çünki mən orada həmçinin də çalışıram ki, bəlkə də onların üzündəki təmas və keçirdiyi duyğuları, yəni bir növ gizlətməyə, amma onu içəridə hiss etməyə çalışıram. Burada da yəni gözlər, üz cizgisi, hətta Leylinin üzü belə ümumiyyətlə görsənmir, arxası, saçlarını mən orada ifadə eləmişəm. Amma ümumilikdə görsək, burada bir ürək, iki insan və bir ruh, bütünləşmiş bədən görə bilərik. Siz ağacın və kiçik dağların bu detalların simvolundan danışdınız, amma bunu aydınlaşdıra bilərsinizmi? Məsələn, ağac bir kəlmələ nə ifadə edir, kiçik dağlar nə ifadə edir? Ağac da uzun ömrü olan, amma yenə də necəsə qocalıb, çürüyüb gedən bir, nəfəs alan bir əsərdə belə deyək, obyektdir. Amma bunu təbii ki, eşqlə, məhəbbətlə biz müqayisə edə bilmərik. Amma ən azından köməkçi bir obyekti deyərdim bu əsərdə. Çünki görürsünüz, ağacın istiqaməti də əyilir. Yəni burada ağac belə necə əzəmətli, dözümlü olsa da,
indi burada sırf hansı ağac çəkmişəm, onun elə bir yəni ki, detal yoxdur, amma necə ki əzəmətlidir, amma yenə də onun əzəməti belə eşqin yanında sönük qalır. Və kiçik dağlardan Dağlar mənim çox sevdiyim, hətta özüm də yəni səyahət edirəm dağlara. Dağlar da çox əzəmətlidir, çox vüqarlıdır, çox güclü bir insana duyğu ötürür. Yəni mən özüm də dağa yəni zirvəyə qalxanda o zirvədə mən özümü çox balaca, amma dünyanın necə böyük bir yer olduğunu görə bilirəm. O da dağların əzəmətindən irəli gəlir. Yəni burada onu da göstərməyə çalışmışam ki, əsas burada görsənən və daha çox baxan insanlara ötürülən mesaj burada eşqin, məhəbbətin gücüdür, duyğunun, iki sevgilinin bir-birinə qovuşub da, amma nəticə etibarilə onların ruhlarının ömürlərinin sonuna qədər, hətta ondan da sonra bir olmasıdır, dünya dağılana qədər, belə deyərdim. Çünki burada istifadə elədiyim, yəni çəkmək istədiyim, göstərmək istədiyim səmanın özü necə böyükdür, yəni onun ucu bucağı yoxdur. Biz və eyni anda göstərilən eşqin ucu bucağı. Bəli, eynən. Yəni orada seçdiyim əsas burada hansısa təbiət təsviri göstərmək deyil təbii ki, amma təbiətdə olan gözəl hadisələrdən, obyektlərdən istifadə edərək o eşqin, məhəbbətin gücünü ön plana keçirtməkdir və orada da təbii ki, Leyli Məcnun sevgisindən, yəni söz ola bilməz. Bu istədiyiniz, götürmək istədiyiniz hissləri biz tablonun qarşısına keçəndə zaten duyuruq, oradan o enerjini də alırıq. Amma Səadət Abadovanın dilindən onun rəsmini təqdim etmək xüsusi xoşumdur. Təşəkkür edirəm. Mən təşəkkür edirəm, çox sağ olun.